Gəlmişəm maaş almağa. Gəlmişəm, onda da rus idi, bizdə kassir, hə, o vaxtdan qalandı da, kəndi dövründən qalandı. Qol çəkirəm, başa düşmürəm axı, yazıb, nə yazıb orada, qol çəkirəm. Gördüm bu mənə, yəni Şirvan deyəndə mənim üçün rahatdır. 5 Şirvan maaş yazıb. 10 manat. 10 manat, hə, indiki 10 manat. 5 Şirvan maaş yazıb. Arvad da mənə deyir ki, я не могу тебе делать avans получка. Onda avans получka idi axı. Onu bölüb... Necə bölüm deyirsən üçün. Dedim, nичего, что bu, yadımdan çıxmadı, nə idi, ev yoxdur. İndi fikirləşirəm, mən necə dolanmışam o 10 manatla. Evdə şeyləri başladım satmağa. Qəşəng saatım var idi uzun, o dınq-dınq eləmir, 5 dəqiqə, 15 dəqiqədən bir. Əvvəl onu satdım, sonra piyayna var idi evdə, piyayna satdım. Sonra qızılları yavaş, mən neçə il 5 Şirvanla dolanmışam, yadıma gəlmir də, amma bunları eləmişəm ki, mən dolanım. Amma deyim səni bunları satmışam da qiymətini də bilməmişəm axı. Yəni ki, neçəyə satsam mən bunu yenə dolana bilərəm. Nə deyiblər, demişəm belə, mən almamışam onları, Siyavuş alıb axı vaxtında.